Həkimə getmədən öz başına eynəklər almaq olarmı? Bugünkü mövzumuz belə bir maraqlı mövzudur. Əlbəttə ki, bir sıra hallarda bir çoxlarımız həkimə getmədən optikalara yaxınlaşaraq və hazır eynəkləri dəyişərək gözümüzə uyğun olanı seçirik. Ancaq sonradan göz ağrıları, gözdə gərginlikdən şikayətlənirik. Bəzi hallarda isə evdə olan yoldaşlar xanım bəyinin və isə xanımının eynəyini istifadə etməyə başlayır. Bu da bir müddətdən sonra həm mövcud zəifliyi artıra bilər, həm də gözdə gərginlik və ağrılara gətirib çıxara bilər. Bu məsələlərdən ən yanlışı isə evin böyük uşağının eynəyinin balaca uşağa taxdırılmasıdır. Bu olduqca yanlışdır və mövcud görmə itiliyinin zəifləməsinə, göz gərginliyinin artmasına, gözdə spazmlar, baş ağrıları, göz ağrıları yaranmasına səbəb ola bilər. Bu baxımından eynək seçilməsi olduqca diqqət tələb edən bir məsələdir. Belə ki, həkim nəzarəti altında və müayinə, tam detallı müayinə olunduqdan sonra eynək təyin olunub və seçilməlidir. Belə ki, gözlərimiz individualdır və hətta bir insanın hər iki gözü, yəni sağ gözü ilə sol gözü arasında belə fərq vardır. O baxımdan individual müayinə olunması, eynəklərin daimi vaxtı-vaxtına dəyişdirilməsi, maksimal korreksiyalı eynəklərin təyin olunması və istifadəsi olduqca vacibdir. Bu və digər mövzularda maarifləndirici videolarımız davam edəcək. Gözünüz bizdə olsun.